Salam əziz dostlar, bu videomuzun mövzusu Illustratorda pattern hazırlamaq. Gördüyünüz kimi əlimizin altında rəngarəng pozitiv kompozisiyamız var. Gəlin görək biz bunu necə təkrarlanan pattern halına sala bilərik. Götürək, seçək hamısını, gələk Object və buradan Pattern və Make, Pattern Make basırıq. Yenə də Illustrator bizlə söhbət eləmək istəyir. Deyir ki, yeni yaradacağın pattern swatch panelinə əlavə edildi. Mavzuma baxın, artıq yaratmamışam, heç nə basmamışam. Artıq swatch pəncərəsinə əlavə edilib. İstənilən dəyişikliklər üçün swatch pəncərəsindən eləyə bilərsiniz və mən bunu bildiyimə görə Don't Show Again basıram, seçirəm və OK basıram. Aha, görürük artıq bizim nüvəmizin təkrarları necə yarandı. Patternimizin adını dəyişə bilərik və yaxud da qalıb. Seçirik patternimizin növünü, tile type, burada grid ola bilər. Bildiyimiz kimi grid yəni riyaziyyat xanası kimi. Brick by row cərgələr kərpic prinsipindən düzülür. Sonra brick by column sütunları kərpic prinsipindən düzür. Ardınca gəlir hex by column və hex by row 6 bucaq prinsipi ilə həm cərgələri, həm də ki sütunları formalaşdırır. Yana bilərik hex by column və biz burada görürük ki, patternimiz çox iç-içə girib, biraz məsafəni açmaq lazımdır, eni və hündürlüyü. Burada eksperimental, asta-asta açaq, fikir verirsinizsə, mənim patternim 6 bucaq strukturunun bazasının üzərində qurulub deyənə, bax onu mənim üçün gözəl şəkildə göstərir. Biraz da enini açaq, sonra biraz hündürlüyünü açaq, və Size Tile to Art düyməsini basmayaq. Əgər bassaq, qayıdacaq əvvəlki versiyaya, yəni mən bura hansı fiqura atmışdımsa, yenidən gəldi, onun ölçülərinə qayıtdı, yaxşı. Bunu söndürək və təzədən başlayaq. Bunu açmağa vaxtınızı aldım, biraz da belə açırıq. Nəzərə alaq ki, burada çox da böyük bir nəzəriyyələr yoxdur. Əsas şovsuz pattern deyirlər. O şovsuzluğu da Illustrator sağ olsun özü bizim üçün düzür qoşur. İndi gəlin bir-bir gəzişək, görək burada aşağıda nələrimiz var. Copies 5-5, yəni ki, ətraflara 5 dənə getsin, 1 dənə kopya olsun, 7 dənə kopya olsun və s. Burada dim copies 2 var. Bu yaranacaq nəticəni 100% görmək istəyirəmsə, belə görsənəcək. Əgər təxmini görmək istəyirəm, yəni əsas diqqətimi istəyirəmsə, bu bünövrə, nüvə elementlərimin içində olsun, onda mən bunun opasitesini azaldıram. Prinsipcə nəticədən razıyam. Tutaq ki, mən burada istəsəm, bunu biraz tərpədə bilərəm. Edit eləyə bilərəm bunun içərisində, fikir verirsiniz, anında təsir eləyir. Mən bunu bu tərəfə çıxartsam, görürsünüz, mən bunu sağa çıxartdım. Avtomatik sol tərəfdən gələn bunun opasitesini biraz artırım. Avtomatik Illustrator sol tərəfdən mənim bu çıxartdığımın davamını verir. Olduqca gözəl bir funksiyadır. Nəticədən nisbətən razıyam. Apply eləmək istəyirəm. Burada done düyməsinə basıram. Əla. Bəs hanı mənim patternim? Və ya dedik axı, pattern düşdü burada bizim swatch pəncərəsinə. Patternimizi görmək üçün, onu tətbiq eləmək üçün istənilən bir forma çəkirik və swatchdan həmin patternimizi seçirik. Təbrik edirəm, bizim patternimiz hazır. Birdən nədənsə xoşum gəlmirsə. Hiss edirəm ki, vertikal mən bunu biraz yığmaq istəyirəm. Gəlirəm swatch panelində çox orijinal adı olan New Pattern. Klik edirəm üzərinə swatchumun və vertikal hündürlüyü ilə biraz oynayıram. Biraz yığdım. Əla, danı bastıq, getdim. İndi yaranmış nəticəni istəyirəm böyüdüm, kiçildim, görüm rectangle necə işləyir. Bunu yığıram. Mən bunu yığmaq istəyirəm. Görürəm ki, patternin vecinə deyil. Problem bizdə burada transformda çıxır deyə biz müraciət eləyəcəyik transform panelinə. Yuxarıdan da biz bunu eləyə bilərik və yaxud da ki, gəlin transform window və buradan transform pəncərəsini çağıraq. Transform pəncərəsi swatchu bağlayaq, mane olmasın bizə. Transform pəncərəsində yuxarıdakı burger menüna klik edirik. Görürük ki, Illustrator bizə seçimlər verir. Transform object only, ancaq obyekti transform elə. Pattern only və biz buradan seçək transform both. Yəni həm shape'imi böyüt, kiçilt, fırlat, həm də ki patternimi transform both seçdik və indi fikir verək necə işləyəcək. Əla, istəyimizə, arzumuza çatdıq. Patternlə bağlı sizə danışacaqlarımız bu qədər. Həmişəki kimi eksperimentlərə, yaradıcılığa olduqca açıq bir texnikadır. Siz də bunun eynisini, buna bənzər patternlər yaradın. Bizlə paylaşın, biz də görüşək gələn dərslərdə.